Hər kəs salam Rayxan, bugün sizlərlə birlikdə Ramal Bağırovun videolarına baxırıq. Hələ də kanalıma abunə deyilsinizsə aşağıdan dərhal kanalıma abunə olmağı və bu videomu da like atmağı unutmayın. Hər şeyə çarəsi olan dost. Qardaşım, xaricə geçsən, bəlkə bir dənə şəkil çəkdirək. Çəkdirək qardaşım. Kim çəkdi? Oydu. Aha. Ola gecə stabardan tapdın ola. Çəkdirək. Ala varım da çəkdirək. Gəl, deyə buradır. Mənə bax, gör nə deyirəm. Mənim maşınım zatikası qutardı. Buralarda yer yoxdur, zatika qoymaq onu. Sən sansan hardan bildin ki, burada şarj yeri var? Özü sənin heç maşının zadın da yoxdur. Nə bilim, bilirəm də. Hayda. Hər Tamam, kurtda sən var necə da belə yoxdur? bir dost. Mənim işimlə bağlı mənə proqramist lazımdır, sayt açmaq lazımdır. 2-3 gündür tapa bilmirəm, bilmirəm hardan tapacam. Sənə proqramist lazım deyil, sənə mən lazımım. Hə, Tevadı həqiqətən belə dostlarınızı tag eləyir. Ayrılanda iyrəncləşən kişi. Yaxşı görək. Belə də ki, mən səndən boşandım. Yaxşı yadıma düşdü. Sənə aldıqlarım var ha, hamısı dala Aha. qaytarsan. Telefon, qızıl, evin Oyda. atarı, bir də paltarları. Hayda. Sən getməlisən elə. Yekə kişi sənə, yekə kişi sənə. Nə danışırsan Oh, sən? Metak doğrusu deyə bu, mən almışam. Hər şeyin dostunun ürəyincə olmasını istəyən. Qardaşım, pulum yoxdur. Bu gün başım bıraq sabah gedərik. Allah xəstə səncə gedək, mən neydi? Tək ürəyiniz olsun. Gəl, Aha. gəl. Şey çayla yeməyi vurduq, pətəniyə indi bir dənə siqaret. Yox da siqareti. Ala. Ayzı. Götürəcəm biraz. Ala yox, dəlisən günün yaxşı keçsin əsas. Ala, götür. Qəşəng. Fədakar dost. Axşama 2 dənə qızla danışmışam, biz Super. oturacaqlar, ha, biləsən. Nə güzel. Qız da qız, bildiyimiz qız. Abi başım rəqə qızad mənlik deyil. Qəşəng. Ha, belə dost ola. Ha. Əsas ürəyiniz oldu. Ayzı. Varlı ailədə oğul Sən ata. yaraşır belə siqaret çəkmək. Ata çəkmirdim, dadına baxırdım. Bundan sonra sən cəzalısan. Gedəsən İngiltərəyə, hamı ilə sağollayır. Ayzı. Dur. Kasıb ailədə ata oğul. Ay siqaret çəksən, pox yeyib çəksən. Çəkmirəm axı. Mən siqaret biləcəksən. Mən çəkmirəm. 1 saat əvvəl evə gələndə almışdım, 3 dənəsi qalıb. Mən çəkmirəm. Anon çək. Ayzı. Kimdən soruşum ya? Anondan sor. Anona deyirsən, uğraşacaq siqaret çəkir. Naz götürməyən oğlan tipi. Gör nə qəşəngdir mənzərəsi, havası, insanı valeh eləyir. Hansı ləçərlə gəlmisən bura? Sən nə? Hayda. Biz rəfiqələrimizlə hardasa oturanda hesabı yarı-yarıya bölüşürük. Görək nə Allah yox, nə fərqlər var. hesabı bölüşmək? Hesablasaq adamın mən 10-15 min borcu var. Övladlığa götürmüşəm elə bir saxlayıram mən adamı. Əki xeyirsiz insandır da. Rəfiqəm məndən incəyər deyə biz onunla çox da zarafatlaşmırıq. Ay elə mən incisin deyə ona zarafat edirəm də. El çəkmir ki məndən. Əki Getmir, ömrümüzə girib. Rəfiqəmin zəngini açmayanda o bilir ki, əlimdə işim var. Zənginə sonra geri dönüş edəcəm. Ya o başa düşəndir ki, mənim əlimdə işim var. Dayanmadan. Mən o zəngini açmayanda Instagramdan, nə bilim, Telegramdan, Eyni kimi vəziyyət. yığır, mamama kimi yığır, dədəmə kimi yığır. Qardaş, işim var da bu dəqiqə səndən danışmaq istəmirəm. Bu adam bunu Yəni. başa düşmür. Əki xeyirsiz insandır da. Zenəsi valideyn olsa. Ata, ayca. Ayca. Mama dedi ki, sən mənə sabah mən vaxtında yatsam, sən mənə sabah. Dostun başqasının zarafatına daha çox güldü. Nə olur amma? Həqiqətən bilmək istəyirsən? Mən də nə olub xiyarsan? Sən heç vaxt mənim zarafatlarıma bu qədər içdən gülməmisən. Ay zibi. Sərcinə PlayStation gedirsən. Çünki sən Elxandan siqaret mirinda eləmisən, o da mənə çatıb. Yalandır. Fərqi yoxdur, Əlifi burax. Roma yalandır. Sənin bu hərəkətlərinə görə bu dostluq yalandır. Yox, Yalandır. Yalan. Ay zibi. Nə olar başqasına astab vermə. Şirin baba, hani Şirinə? Hani Şirinə? Hani Şirinə? Hani? Hardan da sən? Ay Şirinə hanı? Ay zibi. Devadı. Zar qaytar pensiya kartın. Kartı ver, kartı ver. Şikayət eləmiş. Kartı ver. İndiki cavanlar. Qızda ölərəm mən ona. Ay baba, belə danışma. Birinin qardaşım yoldaş olar, bacısı olar, nişanlısı olar. 25 yaşın var, öz həyatıva düzən ver günü. Kimsə haqqda elə danışma. İndiki bəzi qozalar. Qızlar bəyəndiyi oğlanın yanında. Mən doydum. Çox sağ ol, doydum.
Bəyənmədi onların yanında. Ha. Qoş qız 2 kərəm 2 dənə soğan götür, 2 dənə də sabrani. Ballı. Davay, qaç. Həqiqətən belədir. Yoxsa yox. Evin oğlan uşaqsan. Mən həmişə hər şey özüm üçün eləmişəm. Hər şey öz başıma eləmişəm. Səndən bir dəfə sığal istəyirəm mən. Aysi. Mən doymadım xata. Geç. Hər kəs burnunu öz həyatında saxlasın. Oy ulə, 24 yaşında dostlarından borc alan, gündə ştutsın siqaret dilənən, atası ilə anasının arası olmayan, hər gün həyat yoldaşına xəyanət eləyən oğraş. Hə, bir də həyat yoldaşına kişilərlə xəyanət. Aha, öldürdü örümcək. Onlar kişi deyillər. Mənim balımdılar. 2000-ci illərdə kişilərin bir-birinə xitabı. Sağ ol qardaş. Sağ ol qardaş. Sağ ol, sağ ol. Evdə işi dənəm var. Sağ ol, sizdə necədir? Sağ ol, salamat. Zor, Gedə süper. bilsən, hə? Olar, gedək. Gedə qardaş. Necəsən balam? Sağ ol həyatım mənim. İyiyim. Sağ ol. Harajdə? Bir dənə qəşəng maqnoliya verən yer tap. Buran desən. Aysi. Sonra çıx Berşkada kofta gömüşəm, bir də onu götürək. Sən xəstəsən? Niyə? O kofta billamansın deyirsən, ondan Zara da var. Getdim. Havada şirinçilik Sən olsun deməmişdin deyə buradan mehriban keçmə. danışar. Niyə bura? Demişdim keçmə də, ürəyim necə yəni niyə? Niyə balam? Niyə Ay, keçməyim? canımın içi, sən deyir keçmə. Niyə quzum, niyə keçməyim? Səbəb nədir? Sən söz başa düşmürsən, Yox, bala. gülüm, səbəb nədir? Yox işte həyatım, keçmə deyir, keçmə. Keçmə deyir, keçmədə. Həqiqi gülməm. Kişilər falçı olsaydı. Zülfüqar bəy. Məni uşaqlar göndərdi, dedilər ki, bəs Hə, bala, xoş gəlmisən. Deməli, 3 dənə sual verə bilərsən 50 manat. Razısınızsa başlayaq. eksim var. Bir dənə baxa bilərsiniz, o mənə yazacaq, geri qayıdacaq, yoxsa yox. Eksin. Aha. Hə, bala, onun səndə gözü var. Səni Aha, nə dəlilər kimi gözəl? sevir, amma xalası olmayan evlənəcək. Bəs Zülfüqar bəy necə eləyim ki, o mənə qayıtsın, bəs nətər eləyim? Hə, necə eləyə bilərsən? Deməli, bax bunu götürürsən. Gündə 3 dəfə. Qoyursan alnı var. Pərvanə kimi fırlanırsan, şuqudang. Yaxşımı? Bəs həqiqətən qayıdacaq. Yox, o mən bilməm, o Allah bilər. Mən prosta deyirəm ki, elə də indi ola bilər insandır, bəlkə qayıdar, bəlkə Bəlkə qayıtmaz. qayıtdı. İkinci sualı alım. Bəs Zülfüqar bəy bildimi? Bəs mənim maddiyyatım da zəifdir, maşın da almaq istəyirəm. Aha. Nəyi məsləhət görürsüz? Necə eləyim, nətər eləyim? Tanqanı istəyirəm alım. Nə məsləhət bilirsiniz? Ay, yox, çanqanın zadını neysə, başım mürəqqəşə beydiza satırlar. Gəl ondan al, taksi parklar zadlar var. Elə bax, burada məndən nömrəsi var. Mən WhatsApp-dan yazırsınız göndərirəm, aylıq 1200. Mənim də 3-4 dənə maşınım var, vermişəm ora. Ancaq elə eləyə bilərsən. Sondan bu adı beyli daha yaxşıdır. Mənimə pul gələcək, ona baxa bilirsiniz. Hə, maddiyyat. Bu nədir? Hə, bu cinlərdir. Cinlərlə sənin işə görə siversən, gələcək bilirlər. Bir dəqiqə. Hə? Hə, danışdım. Napoli ilə Qarabağın oyununa 2500 atarsan, 1000 manat, 50 manat da bizi görərsən. Nə yaxşımı? İşgəlli eləyirik də biz sən. Hə. Bildim. Hə, get, problem yoxdur. Hə, qız kabinetə gedim, problem yoxdur. Nətər lazımdır cavab eləyərəm. Prosta kabinetin adında bir də saatındır. Saatına uyğun mən cavab eləyirəm. Ailə evində sevgilindən ayrılıq mesajı almısan. Aha, mama. Nəsə olur? Yox. Ora təzə düzəltmişəm. Nəyə dağıdırsan? Nə olub axı? Quruz yaşı yanmır, Ay mama, indi girmişəm, nə yoluna? Ayda. Acı reallıq. Oğlanlar dostlarına səni sevirəm deməz. Yaxın deyə qardaşım. Ha, zarışma biz. Usta, 2 dənə dönər, 2 dənə də ayran zəhmət olsun. Qəşə. Ay, boşluq deyə bura, gözü bir dənə siqaret verim, siqaret çəkək, yalır. Söyüşü hiss etməyə Eləmə də Rama. Nə olub, hala? Brat, sən payva bir də mənə əl vuranın. Yaxşımı? Bizim
Bədbaxtçılıq. Toyda iki tip dost var. Heç sən yeməyən, hər şeyi yeyən. Həqiqətən elə. Bugünkü videomuzun sonuna gəldik. Videomu bəyəndisə like atıb aşağıdan da kanalıma abunə olmağı unutmayın. Gələcək orada görüşmək üzrə. Sizləri sevirəm. İndi isə bay bay.